cümə günü verilişimizdə Sayın Doktor Mahmud Əli bəy Çehrəqanlı iştirak edəcək. Biz cümə günü proqramını Milli Hərəkat haqqında danışacağıq, ümumiyyətlə. Onun bir bölümünü də Çehrəqanlı bəy ilə danışacağıq və Azərbaycan hərəkatında əsas ixtilaf yaradan məsələlərdən biri bayraq məsələsidir və bu bayraq məsələsinə həll yolu tapılır inşallah. Neçə ildir biz arzumuzdur. Bayraqçılara dəfələrcə müraciət elədik ki, yığışdırın, birini seçin və ya hamısını qoyun kənara. Olmur, indi bir yol tapılır və inşallah onu biz cümə günü canlı olaraq danışacağıq. Yəni bu söhbət və müzakirə nəticəsində müsbət mənada çox gözəl bir nəticə gözləyirik. Cümə günü Sayın Doktor Mahmud Əli və Çehrəqanlı ilə birlikdə. Sağ-salamat qalın, hələlik. Mən eşitdiyim milli fəalların əksəriyyəti bir hərəkət bayrağının seçilməsinin tərəfdarıdır. Hərəkət bayrağının. Hamımız bu qərara gəlmişik ki, Çehrəqanlı bəy daxil, indi özündən də işləyəcək ki, Güney Azərbaycanın bayrağını gələcək Milli Məclis seçəcək. İstər federal dövlət olsun, istər müstəqil dövlət olsun, biz onun hələ haqqında danışmırıq. Millətin bayrağını millətin məclisi seçər. Hələlik dünyada bir dənə bayrağımız var. O da Rəsulzadənin yaratdığı, dalğalanan dünyanın qəbul etdiyi Azərbaycan bayrağıdır. Amma biz Azərbaycan bayrağı ilə çıxıb Güneyin hüququndan müdafiə eləyə bilmərik. Onun üçün də bizə bir hərəkət bayrağı lazımdır. Simgə adını qoyaq, bayraq qoyaq. Mənim həssasiyyətim yoxdur o haqda. Və bu bayraq Güney Azərbaycanın bayrağı deyil, hərəkətin bayrağıdır və hərəkətin bayrağında da bayraqların içində mənə elə gəlir ki, əksəriyyət, siz də dediyiniz kimi, Babək qalasında qaldırılan bayrağı hərəkət bayrağı kimi bu ixtilafları həll eləyək deyə qəbul eləməyə hazırdılar, mənə elə gəlir. Biz bugün bunu danışırıq. Mən yenə də təşəkkür edirəm Çehrəqanlı bəydən, Mehdi bəy Nəyimidən və tamam fəallar ki, arxadan birbaşa və ya dolayısı yolla bu ixtilafın həllinə kömək eləyiblər buracan və eləyəcəklər. Çox təşəkkürlər Sayın Əhməd bəy. Əlbəttə, bu zaman özü çox böyük qəlbirdir, əliyə gəlir. Təsadüfən bu nöqtəyə gəlib çıxmamışıq.